Bugünkü dərsimizdə yenə 3D modellər çəkim eləyəcəyik. Dediyim kimi 3D-də ən önəmli mövzulardan biri də planelər və view'ların düzgün şəkildə qoyulmasıdır. Bunlara diqqət eləyəcəyik. Daha sonra isə kompleks modellərin çəkimi sizin üçün çox rahat olacaq. Dediyim kimi SolidWorks-da bir modeli çəkmək çox çətin deyil. Kompleks model belə olsa, o modeli düzgün texnika ilə, düzgün metodika ilə çəkmək önəmli və daha çətindir. Yine burada biraz daha kompleks olan modelimiz var. Kompleks değil de plane'lerinden düzgün şekilde istifadə edərək çəkilə biləcək kompleks modelimiz var. Belə deyək. Size her zaman deyirdim ki, front view bu şekilde, left view bu şekilde olur, top view ise buradan baktığınız zaman olur. Aslında bunun temel məntiqi bundan ibarətdir ki, sizin en çok detal gördüğünüz ve en çok detal olan görünüş her zaman front view'da olmağı daha önemlidir. Yani bir modele baktığınız zaman bu ön görünüştü deyirsinizsə, o ön görünüşte daha çok detal olmalıdır. Çünkü qabaqda texniki rəsm verdiğiniz zaman bu görünüş sizə çox kömək olacaq. Onun için ben bu 20. modele baktığım zaman ön görünüşün buradan olması daha düzgündür görürəm. Yani buradan götürmürəm illa. Yani ön görünüşü buradan götürürəm. Bu sizin biraz başınızı karıştırabilir ama zamanla bu məsələlər aydın olacaq. Narahat olmayın. Bunları geniş şekilde izah edəcəm, məlumat verəcəm bunlar haqqında. Başlayaq bunun çəkiminə. Topdan yenə gəlirəm. Bir plane açıram. Dediyim kimi mən çox vaxt top plane ilə başlayıram. Bu üç bucağı çəkəcəm sadəcə. Dediyim kimi burada poligonlar var idi. 6 bucaqlı da hal-hazırda. Poligona klik elədim. 6 bucaqlını çevirirəm 3 bucaqlıya. Fərqi yoxdur. Çölündə və ya içində çevirə olsun. Gəlirəm tam mərkəzdən bu şəkildə bir 3 bucaq çəkirəm. Daha sonra shortcutdan istifadə edirəm. Dediyim kimi C-dən istifadə edirəm. Center line-dan gəlib bunu vertikal olaraq qoyuram. Daha sonra yine shortcutdan S-dən istifadə edirəm. Bunun ölçüsünü verirəm. Yəni, bir tərəfin ölçüsünü verməyiniz bəs eləyir. Çünki bir-birinə bərabərdir. Mən bir-birinə bərabər şəkildə çəkdim. Belə deyim. Burada 40 olduğunu görürəm və vəssalam. Daha sonra bunu boss extrude eləyəcəm. Buradan boss extrude'a gəlib hər dəfə açıram. 60 verirəm ölçüsün. Hər dəfə açıram, amma buna da shortcut əlavə eləmişəm mən. Hemen bunları size göstereyim. Buradan yine gittiğiniz zaman Customize'a, Keyboard'a keçid edin. Məndə shortcutlar bu şəkildədir. Mesela Extrude Boss W'dan istifadə edirəm. Extrude Cut'da ise Q'dan istifadə edirəm. Çünki bunlar 3D'də ən çox istifadə elədiyiniz komutlar olduğu üçün, tool'lar olduğu üçün bunlara da shortcut verməyiniz çox yaxşı olar. Bundan sonra shortcut üzerinden ilerleyeceğim için maksimum derecede shortcutların adlarını demeye çalışacağım ama çekimlerde bilin ki shortcutlardan tez istifadə edeceğim. Bu şekilde 60 ölçüsünü verdikten sonra birinci bu kesimi eləyəcəm. Gördüğünüz kimi bu şekilde kesim gelir buradan. Ben plane'lerime baxıram. Front plane, top ve right düzgün şekildedir. Heç bir problem yoktur. Bir de size bir şey göstereceğim. Eğer çətinliyi çəkirsinizsə bu üsuldan istifadə edə bilərsiniz. Topda hər hansısa bir sketch açıb çəkim ettiğiniz zaman bu şekilde kaldırsanız, avtomatik olarak front burada olacak, left de burada olacak. Eğer bu right'a bir defa baktığınız zaman şaşırsınızsa, yani bunun right olduğunu düşünürsünüzsə mesela, burada zaten mesela right yazılır en aşağıda. Bir defa da bastığınız zaman left'e çevrilir. Yani hansı view'da olduğunuzu buradan rahatlıkla görebilirsiniz. Eğer bu yazı çaşdırırsa size. Mesela topa gəlirəm. Görəm top view. Burada da top yazılıb. Bir defa da basıram space'e. Bottom oldu avtomatik olarak. Arka view oldu işte bu. Arka değil de alt view oldu. Daha sonra front, ön. Bir defa da basıram back'e çevrildi. Buradan da tez baxıb hansı view'da olduğunuzu görebilirsiniz. Məndə bütün view'lar hal-hazırda düzgün şəkildə çəkilib.
İndi burada nə edə bilərəm? Gəlib bunları gizləyirəm yenidən. Bu kəsmi edəcəm mən. Burada gördüğünüz kimi 40'a qədər bir ölçü var. Buradan kəsilib, buradan bura 40 olacaq. Bu da 60 olarak qalacaq. Yəni nə demək istəyirəm? Burada left və ya right plane'imdən istifadə edərək kəsmə edə bilərəm. Gəlirəm. Mənə right deyil, left lazımdır. Buradan left'i görürəm. Fərqi yoxdur. Right'dan da istifadə edə bilərdim. Left burada daha uyğun olacağını düşünürəm. Gəlirəm burada yenə left'e keçirəm. Burada nə etmək lazımdır? Gəlib buradan bura qədər bir xətt çəkin. Daha sonra ölçü verin. Buradan aşağıya doğru. Orada ölçülər necədirsə eyni şəkildə verin, çalışın ölçüləri. Sonra burada convert entities komutunu öyrədəcəm sizə. Bax, buradan baxdığınız zaman convert entities eləsəniz avtomatik olaraq buradan bura qədər, əslində dərslərdə bunu izah eləmişdim, buradan bura qədər line'ı eyni ilə köçürəcək. Convert entities'in məntiqi nədir? Məntiqi odur ki, məsələn, buradan bir sketch açmışam. Mən bir də eyni üçbucaqdan istifadə edəcəyim üçün eyni line'ları çəkməyə ehtiyac yoxdur. Buradan bura bir line, buradan bura bir line ehtiyac yoxdur. Gəlirəm convert entities'e klik elədiyim zaman, bura klik eləsəniz, bu line'lara klik eləsəniz və OK bassanız, avtomatik olaraq sizin üçün onu convert edir, belə deyək. Bunu silirəm. Bunun daha qısa yolu Face'e basıp bir defa convert entities dediğiniz zaman bütün line'ları bu şekilde convert edəcək. Bunu silirəm. Burada da eyni məntiqdir. Bunu silib bu sketch'i bağlayıram. Bu sketch lazım deyil. Həmin bu sketch'e qaydıram. Az öncə çəkdiyim sketch'e. Mənə left lazımdır, right deyil. İndi bura gəlib mən bunu convert entities eləsəm, buna uyğunlaşdıracaq. Baxın, gördünüz mü? Buradakı line'ın proyeksiyasını bura tətbiq edir. Avtomatik olaraq onun üçün gəlir burada convert olaraq belə bir line'ımız çıxır ortaya. Yenə gəlirəm. Bunu da convert eləyirəm. Sonra trimdən istifadə edirəm. T hərfi. Gəlirəm bu şəkildə. Bu şəkildə görürəm, bağlıdır, bağlıdır. OK. O zaman gəlirəm K-Texture'da. Midplane seçirəm. Burada məcbur şəkildə ölçü girə bilərəm və ya burada fərqli bir şey göstərəcəm sizə. True, all, bir də both var. Yəni iki tərəfində sonsuz şəkildə kəs. Burada iki tərəfində sonsuz şəkildə kəsir. Əgər true all desəm, sadəcə bir tərəfini kəsə bilir direction verdiyiniz zaman. İndi mən midplane qoyduğum üçün burada midplane isə true all both deyin və iki tərəfi də sonsuz şəkildə kəssin və belə bir modelimiz çıxsın ortaya. Daha sonra nə edəcəyik? Bunun çəkimini etməyimiz üçün nə etməmiz lazımdır? Burada işlər biraz qarışıq ola bilər. Sizə rahat bir şəkildə izah eləməyə çalışacağım bunu. Deməli belə, biz bunu çəkməyimiz üçün bizim plane'imiz, hal-hazırda top plane'imiz buradadır, düzdürmü? Bizim plane'imiz əslində 20 milli üstü olmalıdır ki, biz bunu çəkə bilək. Burada sizə yeni bir tool öyrədəcəm. Bura gəlsəniz, reference geometriyə gəlib plane'ə klik eləsəniz, bu biraz gec açıla bilər. Kompüterimizin CPU-sundan və ya video kartından asılıdır. Top view klik elədikdən sonra burada top view'nuz sizin üçün yuxarı və ya aşağı şəkildə kopya edir, belə deyək. Məsələn, 10 mm yuxarı şəkildə, belə deyək, 20'yə qaldırsaq bunu, avtomatik olaraq qalxır. Yəni, eyni buna paralel olaraq qalxır hal-hazırda. Buna perpendikulyar deyə bilərik və ya gəlsin üst-üstə düşsün deyə bilərik. Biz birincini seçib paralel deyirik və ya ən axırıncı bunu seçib ölçü veririk. Sizdə açıldığı zaman ən axırıncı hər zaman, yəni ən axırıncı dediyim bu ölçü vermə komutu açılacaq avtomatik olaraq. Buradan flip offset desəniz aşağı doğru eləyəcək. Bu şəkildə desəniz yuxarı doğru. Belə olacaq.
Buna OK vururam. Hal-hazırda bura bir sketch açıb bu formanı çəkib yuxarı doğru kəssəm bu görünüşü ala bilərəm. Nə edirəm o zaman? Gəlirəm bura bir sketch açıram. Daha sonra çəkimimi eləyirəm. Çəkimim necədir? Buradan bu şəkildə daha sonra 15-15 yəni iki tərəfdə 15'li idi. Onun üçün gəlib elə basıb buradan bir çəkim eləsəm və buna ölçü versəm bu şəkildə verməyəcəm təbii ki. Çünki ölçümüz orada bu şəkildə verilməyib. Bu şəkildə deyil, bu şəkildə. 15 ölçüsü verirəm. Bax, hal-hazırda burada çəkilir bu. Bu plane üzərində çəkilir. Bu plane'in sizin front, top, right plane'inizdən heç bir fərqi yoxdur. Onlara necə sketch aça bilirsinizsə burada da aça bilirsiniz. 20 hal-hazırda çəkdim mən və yuxarı doğru kəsəcəm bunu. Gəlirəm buradan cut extrude. Aşağı doğrudur. Yuxarı doğru eləyirəm. Burada up to next eləyə bilərsiniz və ya gəlib true all deyə bilərsiniz. Up to next hal-hazırda daha məsləhətlidir. True all'u harda istifadə edəcəyik onu da deyəcəm sizə. Bu şəkildə bitirə bilərsiniz modeli. Bunu da gəlib buna klik eləyib, yəni bu plane'ə klik eləyib, buradan gözə klik eləsəniz avtomatik o plane burada görsənməyəcək. Gəlib buradan yenidən aça bilərsiniz plane'i görmək üçün. Bu şəkildə. Və ya plane'ə gəlib edit eləyə bilərsiniz. Gəlib edit feature eləsəniz istədiyiniz kimi bunu yuxarı qaldırıb aşağı sala bilərsiniz. Məsələn, mən mouse 30 qaldırsam, OK bassam, avtomatik olaraq mənim modelim də dəyişəcək. Hal-hazırda buradan məsafə aşağı doğru 30'dur. Yenə gəlirəm məsələn, buradan da gəlib dəyişə bilərsiniz bunu. Bir dəfə klik eləsəniz, iki dəfə klik eləsəniz belə açılacaq. 20 basıb ölçü girib, sonra Ctrl Q eləsəniz aşağı düşəcək. Və ya bir dəfə klik eləsəniz bu şəkildə açılacaq. Ctrl Q-yə ehtiyac olmayacaq, yəni rebuild-ə ehtiyac olmayacaq. Məsələn, 30 eləyirəm, avtomatik olaraq dəyişir. Yenə gəlirəm, bir də göstərirəm. Bir dəfə klik elədiyiniz zaman bu şəkildə açılır. 20'ye endirirəm, avtomatik olaraq dəyişir. 2 dəfə klik eləsəniz, gəlib rebuild etmə məcburiyyətiniz var. Bu modelimiz bu şəkildə. Bunların hamısını suppress eləyək və yeni modelimizə keçək. Burada yavaş-yavaş artıq modellərin geniş izahını verəcəm sizə. Burada kompleks modellərin çəkilməsi və artıq ikili model çəkimlərini də görəcəksiniz qabaqda. Növbəti modelimiz bu şəkildə olacaq. Bunların hamısını silirəm. Buna ehtiyac yoxdur. Sketch-də silək. Yenə burada gəlib top plane'imdən başlayıram. Top plane-dən başlamaq burada daha yaxşıdır, daha məsləhətdir. Frontdan başlasam biraz daha çətin olacaq çəkmək. Topdan başlayıram. Sizə dediyim kimi sketchdə fillet bundan sonra verməyəcəyik. Heç bir şəkildə verməyin. Səbəbini də demişdim sizə. Sonra sketchdən girib bir filleti silmək, suppress eləmək mümkün deyil. Onun üçün sketch üzərindən fillet vermirik. 90'ın 90'a ölçünü verdim. Vəssalam. Fillet vermədən extrude boss eləyirəm. Ölçüm neçədir? 12. Gəlirəm 12 girirəm. OK basıram. Bu şəkildə. Sonra gəlirəm bunun üzərindəki həmin bu silindiri çəkməyə çalışıram. Gəlirəm bunun üzərinə sketch açıram. Daha sonra bu şəkildə birinci böyüyün ölçüsünü verirəm. Buradan 45 olduğunu görürəm. Böyük. 45. Ölçünü vermir. Yenidən girək. OK. Buranın 45 olduğunu görürəm. Daha sonra gəlib bunun içərisinə bunu çəkməyin. Bunu çəkməyə ehtiyac yoxdur. Onu cut extrude edəcəyik. Səbəbini də göstərəcəm. Çünki burada gördüyünüz kimi tamamilə kəsir atır. Əgər bunun içərisinə gəlib bir sketch çəksəniz siz, yəni yenidən bir çevirə çəksəniz və bunu extrude boss eləsəniz, bunun
hündürlüğü 50 milli olacak ama tamamıyla kəsməyəcək. Burası dolu olacaq. Yəni bizə bu lazım deyil. Biz tamamilə bunun içərisini kəsib atmaq istəyirik və 30 ölçülü olmağını istəyirik, belə deyək. Gəlin buradan extrude boss deyirəm. Daha sonra buna 50 çıxılsın 12 ölçüsünü verirəm. Buradan gördüyünüz kimi 50 çıx 12. OK basıram. Bunun üzərinə yenidən sketch atacağım indi. Sonra gəlib bir dənə də çevrə çəkirəm. 30'luq amma. Daha sonra bunu Q'dan istifadə eləyərək extrude cut deyirəm və up to next hamısını kəsirəm. Bu şəkildə. Modelin gedişatı, çəkim gedişatı bu şəkildə olmalıdır. Düzgün forması budur. İstədiyiniz vaxt gəlib bunu suppress eləyib həmən bu şəkildə bitirməlisiniz bunu. Yaddan çıxarmayın bunu ki, gəlib unsuppress elədiyiniz zaman bu şəkildə çevrə yenidən gələcək. OK. Sonra keçirik burada filletlər eləməyə. Gördüyünüz kimi R16'dır. Fillet'ı seçmək necədir? Onu göstərək. Fillet'a gəlib klik elədiyiniz zaman yenə eyni metodika. Burada features'da fillet var. Amma buradan getməyəcəyik. Qısa yolunu göstərəcəm sizə. Yenə bu orada sketchdə nöqtələrə klik elədiyiniz kimi burada da xəttlərə klik eləyib bu şəkildə verə bilərsiniz. Burada müsbət cəhət nədir? Buradan gördüyünüz kimi buradan fillet'ı görməsən belə, yəni o xətti görməsən belə fillet vermə imkanım var. Bu şəkildə və bu şəkildə verə bilirəm. Və ya qısa yol necədir bunun? Gəlib bu xəttə klik elədiyiniz zaman avtomatik olaraq fillet çıxır buradan. Bu şəkildə fillet verə bilərsiniz. Ölçüsün 16'ya dəyişək. Buranı, buranı və buranı seçirəm və OK-yə basıram. Daha qısa yol necə olar? Onu göstərim. Bura klik eləyib fillet elədiyiniz zaman birincidə gəlməyə bilər, amma ikincidə klik elədiyiniz zaman belə bir pəncərə gələcək. Uzaqlaşmıram, belə bir pəncərə gələcək. Gördüyünüz kimi, əgər birinciyə bassam, səhrai yerləri görürsünüz hal-hazırda. Səhrai yerlərə də verəcək. İkinci bu şəkildə, üçüncü bu şəkildə, dördüncü tamamilə hamısını eləyir. Biz ən çox birincidən istifadə edəcəyik. Buna bassanız, avtomatik olaraq dördünə də verəcək. Burada deyə bilərsiniz ki, nə ehtiyac var? Dördünü də seçərəm. 10 dənə, 20 dənə olanda biraz daha çətin olur, onları bir-bir seçmək. Bu şəkildə 16 ölçüsü veririk və filletləri bitiririk. İndi gəlirik buradakı deşikləri açmağa. Hər zaman dediyim kimi, burada illa belə gördünüzmü, götürüb buradan məsələn mirror eləyib, buranı da mirror eləyib, bu şəkildə eləməyə ehtiyac yoxdur. Yəni, hər dəfə ən qısa yoldan eləməyi düşünməyin. Ən tez şəkildə eləməyi düşünün. Necə rahatcası elə. Məsələn, mən bilirəm ki, bu fillet'ın özünün mərkəzləri olur. Məsələn, bura sketch açdımsa, gəlib bura sketch açdım indi və buna düz baxıram. Gəlib buradan çevrə seçdiyim zaman bu fillet'a yaxınlaşsanız, bunun mərkəzini göstərəcək. Gəlsiniz mərkəzinə bu şəkildə qoyursunuz. Bitdi. Başqa eləyəcək bir şey yoxdur. Yəni bunu tez-tez belə mirror eləməyə falan ehtiyac yoxdur. Çünki bunun mərkəzindədir bu. Bu şəkildə. Onları bir də mirror eləməyə ehtiyac yoxdur. Eləyə də bilərsiniz. Amma bu daha qısa yoldur, belə deyim. Sonra gəlib hamısını seçirəm. Equal eləyirəm. Sonra gəlirəm birinə sadəcə dimension verirəm. Ölçüsü olacaq 16. Bu şəkildə. Q'dan istifadə edirəm yenə. Up to next. Bitdi. Bu modeldə bu şəkildə. Gəlib bu modeli bu şəkildə görmək istəyirsinizsə, bura gəldiyiniz zaman fərqli görünüşlər görəcəksiniz burada. Yəni, bura gəlsəniz kartun olaraq görəcəksiniz modelinizi. Burada birinci bizim hər zaman istifadə elədiyimizdir. Real görünüşü deyək. Daha sonra burada üçüncüyə gəlsəniz bu şəkildə görəcəksiniz. Heç bir hide line'ları falan göstərmədən. Burada dördüncüyə gəlsəniz bu şəkildə görürsünüzmü? Bu içərisindəkini göstərməmək normaldır. Çünki mərkəzdir ora. Belə deyək, bu drawing də göstərilir. 3D-də göstərilmir.
Ama bu şekilde görebilirsiniz. Düz eləyib eləmədiyinizdə yoxlaya bilərsiniz. Veya tamamıyla bu şekilde görebilirsiniz. Bunlardan da istifadə edib gələcəkdə modelimizi daha rahat bir şekilde çəkmə metodikasını göstereceğim. Okey, diğer bir modelimiz. Bu modelde gördüğünüz kimi belə bir ox vermişəm. Bu ox mənası odur ki, front view'umuzu buradan götürəcəyik. Bu şekilde götürəcəyik. Bura left olacaq. Bu şekilde de top olacaq. Buradan ben baxıram ki, left'ten başlasam daha uygun olar. Fillet'ı görməzdən gəlin. Dediyim kimi sketch'də fillet verməyəcəyik. Gəlirəm burada. Right'a bir dəfə klik edirəm. Daha sonra right değil, mənə left lazımdır. Sketch açıram, right'a qaydır. Bir dəfə də basın, left'e getsin. Daha sonra gəlirəm. Bunu çəkməyə çalışıram mən. Yuxarıya doğru 70. Daha sonra neçə getdiyim təxmini. Burada görsənir əslində. 45 və 15. Bu radiusdur. Bu şəkildə 15 ölçü və 45. Burada da Pramoid 45 plus 15 yazıram. Daha sonra bu şekilde aşağı inirəm. Bura qoyuram və tamamlayıram. Gəlib bunlara bu şekilde ölçü verəcəm. 100 olduğunu görürəm. Buranın 30 olduğunu görürəm oradan. Və modelimiz demək olar tamamlandı. Aha. Bura 30 və 10. Okey. İndi gəlirəm. Extrude boss deyirəm. Buradan kəsdiyim zaman, yəni left'ten kəsdiyim zaman simmetrik olduğunu görürəm. Onun üçün gəlirəm mid plane deyirəm. Ölçü verirəm buna. 100 bu şekilde. Və OK basıram, bitiririm. Hemen gəlirəm filletimi qoyuram. Ölçü olacaq 15, OK, bir də OK, bitti. 2 dəfə enter bastım, ölçüm girib və bitirdim. Daha sonra gəlib bu kəsmi etməyə çalışıram. Bu kəsmi bir çox yoluna eləyə bilərsiniz. Birinci və ən sağlam yol, gəlib arxadan bir sketch açarsınız bu şekilde. Daha sonra bu kəsmi eləməyə çalışarsınız. Gələk məsələn bura klik elədiyiniz zaman corner triangle'da. Burada görürsünüz add construction lines var. Mesela normal çəkdiyim zaman bu şekilde olur. Gəlib buna klik eləsəniz corner'dan veya midpoints'dən var. Mesela midpoint seçirəm. Mənim üçün construction line'lar çəkir. Çünki bunlardan istifadə edirik tez-tez. Siz də gəlin bunu aktiv edin ki, rahatlıqla çəkə biləsiniz. Bu şəkildə. Deməli, bu ölçü çox önəmi var mı? Yox. Hətta bu şəkildə qoyaq. Gətirək. Bu xətlə bunun tam üstün collinear eləyirəm. Üst-üstə düşsün yəni. Bunu biraz bu şəkildə gətirirəm. Daha sonra bu kəsmə baxacağım. 20-20 ölçülər verir. Buradan 100 çıxılsın 20-20'den tapa bilərsiniz. Ama 20 ölçüsünü burada vermək daha önəmlidir. Bu şəkildə 20 ölçüsü. Çünki hər zaman buradan 20 məsafəsində olmağı istəyirəm mən. Onun üçün gəlin bu 20 ölçüsünü verin. 100'dən 40 çıxıb 60 yazmayın bura. Burada verilən ölçü çox zaman ən önəmli olan ölçülər olur. Yəni bu hər zaman 20 qalsın. Sonra gəlirəm center line'dan buradan bura xətt çəkirəm. Bunu düz eləyirəm. Çünki bu biri tərəfdə 20 olmalı istəyirəm. Birgə artıb azalsın, belə deyim. Bu 20'si avtomatik olarak. Bu da 20 oldu. Daha sonra bu məsafəni baxıram. Buradan 30 idsə, buradan da məsafə 10'dursa, deməli bura 20 qalır. Gələm o ölçünü verirəm. Buradan bura qədər 20 və bu şəkildə. Daha sonra nə edə bilərəm? Extrude cut'dan up to next eləyərəm. Extrude cut açtım, up to next, OK. Və bitti. Bu şəkildə. Bu şəkildə eləyə bilərsiniz. Buna deyək. Bu arada gəlib buna bir dəfə klik eləsəniz və bir dəfə deyil, yəni 2 dəfə klik eləsəniz, amma birincini klik eləyib 1-2 saniyə gözləyib
ya da istədiyiniz qədər gözləyib sonra bir də klik eləsəniz normal Windows'dakı fayl kimi adını dəyişdirə bilərsiniz. Buna deyirəm arxa. Yəni arxa görünüşdən başlatdıq. İndi nə edək? Bunu suppress eləyək. Gəlib buradan da başlada bilərsiniz. Heç bir fərqi yoxdur. Sketch'i buradan da başladı. Burada ölçü verməyəcəm. Sadəcə göstərmək üçün eləyirəm bunu. Ölçüyə heç ehtiyac yoxdur. Buradan da başladı. Up to next eləyə bilərsiniz. OK basıb bu şəkildə eləyə bilərsiniz. Buna da ön deyirəm. Ön deyək. OK. Bunu da suppress eləyirəm. Daha sonra topdan da, yəni top view'dan da çəkim eləyə bilərsiniz və gəlib onu kəsərsiniz sonra. Onu necə eləyəcəyik? Gəlirik buradan bir sketch açırıq. Daha sonra eyni metodika, heç bir fərqi yoxdur. Gəlib amma bununla collinear olsun. Düşünün. Yəni gəlib burada topa. Bununla bu collinear. Yenə ölçü verməyəcəm. Qat eləyirəm. Burada up to next eləməməliyəm. Çünki up to next eləsəm tamamilə hamısını kəsəcək. Biz hamısını kəsməyə istəmirik. Onun üçün burada top view'dan çəkim eləmək çox məsləhət deyil. Çünki ölçümüz dəyişdikcə burada da dəyişməyəcək up to next olmadığı üçün. Maksimum şəkildə up to next eləyə biləcəyiniz view'dan kəsimlər eləyin. Burada 20 məsafə qalacaq aşağıdan. Deməli, ümumi ölçümüz 70 idisə, gəlib burada blindda 70 çıxılsın 20 deyib, bu şəkildə verə bilərik. Gəlib buna sağ klik edib rename tree item da deyə bilərsiniz. Buna da deyək olsun üst. Bu şəkildə. Yəni, bir çox yolla eləyə bilərsiniz bir sözlə. Amma gəlib buradan sketch açıb buradan eləməyə çalışmayın. Belə bir metodika yoxdur. Bu kəsimi eləyə bilməzsiniz. Yəni, eyni kəsim olmayacaq. Gördüyünüz kimi, yəni heç cür alınmayacaq. Up to next də desəniz, heç nə alınmayacaq. Hamısını kəsəcək burada. Blindla da heç cür mümkün deyil. OK. Bunu silirəm. Bu sketchdə bağlayıram, lazım deyil bizə. Gəlirəm, arxa view'dan olanı açıram, düzgün şəkildə çəkdiyimi. Həmən gələk bunları da çəkək. Bunların ölçüləri yoxdur, harada olduqları. Biz gəlib burada fillet'in üzərinə qoya bilərik. Yəni, fillet'in mərkəzinin eyni qoya bilərik. Gəlirəm bura, yəni sketch açıram. Sonra çevrə. Gəlirəm bu mərkəzinə. Tutaq ki, radiusu 15 olmasın, ümumilikdə olsun ölçüsü 15. Dediyim kimi, bunların bəzilərin ölçüləri düzgün deyil. Bu şəkildə verirəm. İndi bunu cut extrude eləyəcəm. Extrude cutda burada bəzi problemlər çıxır. Problem deməyək də düzgün metodika deyək. Blind eləyə bilmərik birincisi. Bunu bilirik. Up to next eləsək, bura qədər gəlib kəsəcək. Biz bunu istəmirik. Tamamilə kəsib keçməsini istəyirik. O zaman true all deyirik. Bu şəkildə eləyirik. Amma burada bəzi sorun var. Məsələn, hansı sorun? Həmən gərək bir örnək verək. Bu burada qalsın. Bu sketch qaydacaq o sketch'ə. Top play-dən belə bir şey açıram. Bunun yanında tutaq ki, belə bir çəkim olsun. Əslində bu çəkim düzgün olmayacaq. Tamamilə belə düzgün çəkimdən istifadə edək burada. Gəlin frontu açaq. Bura baxmağa çox ehtiyac yoxdur, belə deyim. Sadəcə sizə izah üçün belə bir şey çəkirəm. Mid plane eləyək və böyük bir şey eləyək. Burada belə bir şey çəkəcəksiniz. Sonra gələcəksiniz məsələn, bunu da atar bundan qabağa. Gələcəksiniz burada cut extrude eləyəcəksiniz. True all deyəndə gəlib bunu da kəsəcək.
Line deməyək, troll deyək. Gəlib bunu da kesəcək. Amma bəzən bunu kesməyi istəməyəcəksiniz. Yəni gəlsin burada dayansın. Başqa heç bir yerə girməsin. Burada nə edə bilərsiniz? Bura bastığınız zaman burada fərqli seçənəklər var. Offset from surface var məsələn. Və ya up to vertex var. Up to surface var. Bunların çoxuna fikir verməyin hələ ki. Sadəcə bir-ikisini izah edəcəm. Məsələn, up to surface nədir? Gəl bu surface seçdiyim zaman deyir ki, bu surface-ə qədər nə varsa hamısını kəs. Və ya up to vertex dediyimiz zaman bizdən nöqtə və ya xətt istəyir. Məsələn, bu nöqtəni seçdiyim zaman bu nöqtəyə qədər bu nöqtəyə qədər nə varsa deyir, gəl kəs. Məsələn, bu şəkildə. Sizə deyirdim, nöqtənin önəmi nə zaman olacaq? Məsələn, nöqtənin önəmi bəzən burada çıxa bilir ortaya. Məsələn, gəlirik bura, bir sketch açırıq. Gəlirik bura bir nöqtə qoyuruq. Və bu nöqtəyə bir ölçü veririk məsələn. Məsələn, tutaq ki, 35 ölçüsünü veririk. Və bura qədər kəsməyini istəyirik məsələn. Yəni, blind'da bilmirik nə qədər də ölçüsü, amma hər zaman buradan 35 ölçüdə olsun. Biz onu istəyirik. Məsələn, buna OK verirəm. Atıram bunu yuxarı. Gəlirəm bura. Yenidən girirəm. Extrude cut dediyimiz zaman burada gəlib bunu seçsəniz və blind olduğu zaman bunu seçsəniz avtomatik olaraq up to vertex-ə keçir. Məsələn, blind-dayam. Gəlim surface seçim. Surface seçdim. Bu şəkildə oldu. Gəlirəm. Yenə blind-ə keçirəm. Məsələn. Bu nöqtəni seçirəm. Up to vertex deyir və bəzən buna icazə vermir. Up to vertex deyir və burada belə göstərməyinə baxmayın. Bəzən icazə vermir, bəzən isə avtomatik olaraq onu seçə bilir. Sən blind-da yenə buna klik elədiyiniz zaman indi seçdi, bəzən isə seçmir. Yenə gəl vertex-ə keçib bu şəkildə seçə bilərsiniz. Dediyim kimi, nöqtə bu yerlərdə istifadə olunurdu. Qabaqda Home Wizard-da falan daha yaxşı görəcəksiniz, haralarda izah olunur. Burada up to surface-dən istifadə edib gəlib bura qədər kəsə bilərik. Bunu da gələk suppress eləyir, bu lazım deyil bizə. Mövzudan kənardır və bu şəkildə bitirə bilərsiniz modeli. Okay, biraz daha çətin modellərə başlayaq və burada sizə öyrətməm gerəkən bəzi yeni komutlar olacaq. Yəni, daha düzgün şəkildə çəkmə modeli olacaq. Burada nə edirik? Burada frontu bu şəkildə qəbul edirəm. Yəni, bu oxu baxıram və fronta bu view deyirəm. Və buradan frontdan başlamağım daha məsləhətli olar. Birinci bu çəkmə eləyəcəm. Daha sonra post extrude eləyəcəm. Sonra bunları kəsəcəm. Filletimi verəcəm. Və modeli bitirəcəm. Başlayaq birinci frontdan. Sketch açıram. Gəlib buradan da bu şəkildə çəkə bilərsiniz və ya burayla da başlaya bilərsiniz. Yəni, çevrə də çəkə bilərsiniz və ya burayla da başlaya bilərsiniz. Məsələn, mən midpoint seçib buradan bu şəkildə başlaya bilərəm. Buna ölçü vermədim. Okay, 30 ölçüsünü verək. Daha sonra heç baxmadan, shape-ə baxmadan gəlib bunu da çəkə bilərəm. Bu şəkildə filletə heç fikir vermirəm. Sağ tərəfi mirror edəcəm. Onun üçün çevrəmi çəkirəm. Yuxarıda olan çevrəmi çəkəcəm. Daha sonra bu soldakını sağa mirror edəcəm. Yəni, bu şəkildə çevrəmi çəkirəm. 20 vur 2. Çox böyük oldu. 2. Okay. 40 ölçüsündə və bunun position'ını verəcəm indi. Buradan da gördüyünüz kimi 70'dir. Amma buradan 70'dir. Bunun radiusu 32 olduğu üçün və bu çevrənin mərkəzinə həmin o 70 düşdüyü üçün 70 plus 32 olmalıdır bu. 70 plus 32. Gəlib buradan birinci center line çəkək. Bu vertical olsun deyə. Daha sonra gəlib buradan ölçümü verəcəm. Amma bu ölçünü tam dəqiq bilməyim üçün buradan gəlib 70 plus 32 promil yazıram. Yəni hesablama bir də eləmirəm. Sonra
Bu 16 ölçüm var ki bunu girirəm. Burada 16 ölçüsü aşağı ilə buranın heç bir fərqi yoxdur. Bu şəkildə. Daha sonra bu nöqtə ilə bu nöqtə eyni hizadadır. Bunları eyni hizaya gətirirəm. Onu bu nöqtə ilə bu nöqtəni vertikal da eləyə bilərsiniz. Horizontal da eləyə bilərsiniz. Və ya bunların ikisini seçib make equal da deyə bilərsiniz. Əssalam. Bu şəkildə bitər. Daha sonra buradan da bura dediyim kimi burada artıq tangent var. Tangentdən istifadə edəcəyik. Bu necə çəkirdik? Hər hansısa bir yerə klik edək. Daha sonra bunları birləşdirək. Bu şəkildə deyə bilərik. Bunun yeri tam olaraq deyəsəm bəlli deyil. Burada 42-ni girməmiz lazımdır ki, bunun yerini tam olaraq bəlli edək. Buradan bura 42 olduğu üçün və 32 də burada olduğu üçün buradan bura qədər 42 plus 32 olacaq. Bu şəkildə. 42 plus 32. 42 buradan bura. 32 də radius. Bu tamamlandı. Daha sonra necə eləyə bilərəm? Buradan gəlib bu şəkildə seçsəm, mənə lazım olanların hamısı seçiləcək və M-i bastığım zaman mirror eləyəcək. İndi burada nə görəcəyik? Gəlib burada bunu trim eləməyə çalışmayın. Qoyun elə qalsın. Buradan sizə göstərəcəm nə etməniz gərəkdiyini. Extrude boss'a getdiyiniz zaman sizə extrude boss eləməyəcək. Deyəcək ki, 2 dənə bağlı olan konturunuz var. Hansını seçmək istəyirsiniz? Məsələn, mən bunu seçdiyim zaman sadəcə bunu eləyəcək. Və ya buna bir də klik eləsəm, bunu seçməkdən çıxacaq və ya bunu da seçə bilərəm. Gördüyünüz kimi. Bunu da ikisini birgə də seçə bilərəm. Hətta üçün birgə seçə bilərəm. Bu şəkildə gəlin seçin. Bunu trim eləməyin. Trim eləsəniz bəzi qırılmalar falan olacaq. Yəni bir də vaxt itirməyə ehtiyac yoxdur gəlib bunu trim eləməyə. Gəlib bu şəkildə eləyə bilərsiniz. Midplane nə qədər olacaq? Bu 32 vurulsun ki, radius 32, bu da 2. Gəlirəm bura. 32 vur 2 yazır. Bu şəkildə OK basıram. Sonra gəlirəm. Görünüşümü düzəldirəm. Front düzdür. Right düzdür. Topum da burada. Əla. İndi burada nə etməliyik? Birinci gələk. Buradakı çevrəni çəkək və onu extrude kat eləyək. Sketch açıram. Çevrəyə klik edirəm və gəlib bunun mərkəzinə. Yəni bura gedirəm ki, mərkəzini tuta biləm. Sonra 20 yazıram. Extrude katdan up to surface də deyə bilərsiniz. Gəlib bunu seçib və ya up to next də deyə bilərsiniz. Bu şəkildə OK vururam. Artıq up to surface də bilirsiniz. Daha sonra bunu necə eləyəcəyik? Burada gördüyünüz kimi 2 dənə 32'lik fillet var. Gəlib burada bu şəkildə eləməyin. Gəlib bunun ikisini seçib daha sonra buna 32 deməyin. Səbəb nədir? Buna OK vurduğunuz zaman burada görürsünüz ki burada qalan bir xətt var. Bunlar gəlirlər. Bir-birinə çox yaxındılar. Amma aralarındakı məsafə sıfıra yaxınlaşır, amma heç vaxt sıfır olmur. Onun üçün bu şəkildə eləməyin. Bunun yolu nədir? Bunu silirəm indi. Və bunu drawingdə də vermək çox çətin olur və bəzi sıxıntılar verir. Bunun düzgün yolu odur ki, filletə gəlirik. Burada ən axırıncı var. Ən axırıncıya keçid edirik. Burada bizdən 3 dənə surface istəyir ki, fillet eləmək istədiyimiz yerləri seçin. Birincini, sonra gələm bura, ikincini seçirəm, sonra gələm bura, üçüncünü seçirəm. Avtomatik olaraq fillet eləyir. Və ölçü falan da verməyə ehtiyac yoxdur. Çünki artıq o ölçünü əvvəlcədən girmişik. Və OK basırıq. Bura klik elədiyim zaman burada da radiusu görə bilirəm. Gördüyünüz kimi. Bəlkə də görsənməyə bilər. Mouse açıram. Burada da 32'ni görə bilirsiniz. Hal-hazırda. Və burada heç bir xətt yoxdur. Tamamilə düzgündür. Gəlib bunu əlavə eləyə bilərikmi bura? Eləyə bilmirik. Məsələn, bunu seçmək istəsək və OK bassaq mümkün deyil. Olmur. Əlavə eləmək olmur. Onun üçün nə etməliyik? Gəlirik yenidən filletdə. Bunu seçirik. Yenidən gəlirik.
Surface'ləri seçirik. Bu şəkildə filletimizi veririk. Yenə eyni metodika. Gəlib buradan sketch açıb, buranı eləyəcəm. Çevrə. Daha sonra 30'luq bir çevrə çəkirəm. Buradan da gəlib up to surface-dən istifadə edəcəm. Bu şəkildə sağ kliklə bitirirəm komutu və modelimiz bitir tamamilə. Ümid edirəm aydındır bu da. Yenə fərqli metodikadan istifadə edəcəyimiz bir model. Burada da dediyim kimi ox qoymuşam. Yəni front view-nu bu şəkildə götürsəniz daha yaxşı olar. Buradan bizə daha çox detal verir. Qabaqda bunları daha yaxşı anlayacaqsınız. Narahat olmayın bundan. Mən sizin üçün asan olsun deyə indidən oxlar verirəm. Bu şəkildə front view-dan başlaya bilərik. Sketch açıram. Buradan gəlirəm. 2 dənə çevrəmdə çəkə bilərəm və ya birini çəkib sonra cut extrude eləyərəm. Məsələn, gəlirəm buradan yüzü çəkirəm. Extrude boss eləyirəm. Mid plane-dən istifadə eləməyə ehtiyac varmı? Ehtiyac yoxdur, amma olsa daha yaxşı olar. Belə deyək. Ümumi ölçüyə baxaq indi. 10 plus 30 plus 55. Bu şəkildə verirəm. OK basıram. Düzəldirəm görünüşümü. Front düzdür. Top düzdür. Right düzdür. Buradan baxdığım zaman da düzgün gəlir. OK. Sonra nə edirəm? Gəlirəm, həmən vaxt itirmədən içərisindəki çevrəni çəkib onu da cut extrude edirəm. Burada da yenə up to surface-dən də istifadə edə bilərsiniz və ya up to next-dən də istifadə edə bilərsiniz. OK basıram və bitirirəm. Bu şəkildə. İndi yuxarını necə çəkəcəyik? Yenə dediyim kimi plane metodikasından istifadə edə bilərik. Burada features'a gəldiyiniz zaman sizə demişdim ki, bu plane'e girdiğiniz zaman başka bir plane seçib, top plane seçib bu şəkildə plane'lər verə bilirsiniz. Ölçüləri çoxaldıb, azalda bilirsiniz. Burada surface də seçə bilirsiniz. Sən bunu seçdiyiniz zaman buradan da bir plane çıxardır və buna paralel olur. Siz perpendikulyar da eləyə bilərsiniz. Paralel istəyirik biz və ölçülü olsun. Yəni ölçüyə gəldiyiniz zaman avtomatik olaraq paralelliyi aktiv edir onsuz. Buradan ölçümüz nə olacaq? Arxaya doğru olacaq. 10 ölçüsü olacaq. Amma burada gördüyünüz kimi arxaya doğru deyil. Flip offset deyin. Arxaya doğru olsun bu şəkildə. OK basırıq. Daha sonra gəlirik. Bura sketch açırıq. Bax, hal-hazırda plane'in üzərində sketch açmışam. Sketch açıram. Daha sonra bunu çəkməyə çalışıram. Bunu necə çəkə bilərsiniz? Çox bəsit. Bu şəkildə gəlin. Çəkin. Əssalam. Bu şəkildə qoyursunuz. Daha sonra sadəcə ölçülər veririk. 120 var burada ölçüsü. Burada bunu bura constant elədik, amma gördüyünüz kimi constantlıq düzəməlli verməyib. Burada nə edirsiniz? Bu 3 nöqtəni seçirsiniz. Horizontalda 1 olsun deyirsiniz. Bu şəkildə. OK. Gəlirik. Buradan bura ölçü verib bizə. 120. Bu şəkildə. Daha sonra bunu bağlamaq lazım idi. Düzdürmü? Çünki kontur bağlanmayıb. Bura açıqdır. Gəlib bunu seçib Sketch'dən Convert Entities desəniz bu şəkildə. Gəlib bunu trim eləməyə ehtiyac yoxdur dediyim kimi. Bunu trim eləməyin. Zaten geçsəniz burada Extrude Boss'a avtomatik olaraq sizə hansı yeri Extrude Boss eləmək istədiyinizi soruşacaq. Siz də deyirsiniz, buranı eləmək istəyirəm. Vəssalam. Mid plane olmayacaq, blind olacaq və bu direction'da deyil, bunun əksinə olacaq. Ölçüsü necə olacaq? 30. Gəlirəm, 30 verirəm. Çox çətin görsənən modellər belə çox rahatlıqla çəkilə bilir. Düzgün metodikadan istifadə eləmək lazımdır. Bu şəkildə OK basırıq. Sonra gəlib bunu gizləyirəm. Bu şəkildə. Daha sonra gəlirəm bu 2 dənə shape'i çəkirəm.
Sketch açıram bura. Buradan bu şekilde. Hatta gelip bura center line çekip bunların hamısını seçip M'e basıp mirror'a, sonra mirror'a batdan da buranı seçip OK basırıq. Bu şekilde mirror elədi. Daha sonra ölçüler vereceğinde buradan bura kadar buranın ölçüsü olacak 30. Görürsünüz bəzən heç sketch'e düz baxıb işləmirəm. Bu şekilde de işləyə daha rahat olsun veya size rahat değilse, yani biraz çətinlik çəkirsinizsə, düz baxıb bu şekilde de işləyə problem değil. Gelip buradan 35 ölçüsünü vereceğim. Ama dediğim gibi buradan gelip 35 bölünsün 2 vermeyin. Bu tarafa geçin. Bu tarafa geçtiğiniz zaman otomatik olarak aktifleşir bu. İki tarafın ölçüsünü birden veririm. 35 veririm. Ve bu şekilde. Daha sonra W'ye basıram. 25 öne doğru. W'da Boss Extrude'un kısa yoluydu. Bu şekilde. OK basıram. Ve modelim bitti. Başka bir şey yoktu bence. OK. Bu da bu şekilde. Bunun daha kısa bir yolu var mı? Bu plane'lere falan girmək istəməsəniz nə edə bilərsiniz? Suppress edirəm. Burada normal gəlib sketch açın. Heç plane falan yaratmayın. Normal gəlin. Bu şekilde sketch açaq. Və gəldim çevrəmin, yəni buradakının üzərinə, bu silinderin düz üzərinə sketch açdım. Çəkimi burada eləyirəm. Yenə nöqtələri seçib horizontalda 1. Sonra ölçü verirəm buradan bura. Ay, səhv getdi ölçü. Düz baxaq. Ölçü verirəm buradan bura. 120 eləyirəm bunu. Bu şekilde gələm Convert Entities deyirəm. Surface seçtim. Primary Convert Entities'e getdim. Oranı da kısa yol tuşunu eləyəcəyik. Daha tez işləyə bilək deyə. Bu şekilde. Sonra gelip buradan Extrude Boss dediğiniz zaman buranı seçin birinci. Daha sonra burada göreceksiniz ki bu Surface'den başlayır. Biz bu Surface'den başlamanı istəmiriksə nə edirik? From seçeneği var buradan. Buradan gelip Offset diyebilirik. Offset basırıq buradan. Sonra ölçü istəyir bizdən. Gəlirik. Ne kadar arkadadır? 10. 10 giririk. Direction bu şekilde değil, əksine olacaq. Əksinə basırıq. Və mid plane istəmirik. Sketchimizi düzgün çəkmədi. Line eləyək. OK. Bunun direction'ı düzgün değil. Bunun direction'ı değişirik. OK. Bu şekilde. Bunun direction'ı səhv bu şekildeydi. 10. Bu şekilde gördüğünüz 10 offset verdi buradan ve sketchimizi oraya attı. Offsetledi sketchimizi. Yani sketchimiz oradan başlamış kim olacak ve buradan ölçüde 30 gidecek. 25 değil 30 gidecek. Ve OK basıram. Gördüğünüz kimi plane istifadə eləməyərək bu şekilde de çəkimimizi eləyə bilərik. Daha sonra bunları da çəkib bitirə bilərik. Burada dediğim kimi burada gelip hər hansısa bir xəttə klik elədiyiniz zaman buradan da ölçün görə bilirsiniz. 100. Tez-tez yoxlamaq istəsəniz. Veya gəlin bu çevrəyə, mesela silinderin üzerine klik eləyin. Buradan 100'ü görebilirsiniz. Daxilinə klik eləyin. Buradan 65'i görebilirsiniz. Bu şekilde tez-tez işləyə bilərsiniz. Sen bura klik eləyin 30. Deməli düz çəkmisiniz. OK. Bu modelimiz də belə. Bir sonraki modelimizdə yenə plane'lerden istifadə edəcəyik. Düzgün çəkim metodikasına baxacağıq. Burada frontu yenə bu şekilde qəbul edirəm mən. Yəni bu görünüşdən qəbul edirəm və çəkinmə frontdan başlayıram. Gəlirəm. Bunu çəkirəm. Burada dediyim kimi trim eləməyəcəm. Promote çəkimləri eləyəcəm. Bu çevrə və bu çevrə çəkə bilərsiniz və ya hal-hazırda ümumini çəkəcəm. Daha sonra kəsəcəm altın. Gəlirəm. Buradakı böyük çevrəni çəkməyə çalışıram. Yəni 35 vurulsun 2'liyi.
70'i. Daha sonra bunun tam merkezine rectangle çekeceğim. Bu şekilde. Ölçüleri de 10 ve uzunluğu da 100. 10'un 100'e. Maksimum derecede modelimi basitleştirmeye çalışıram ki, yani çok tez bir şekilde çekebilirim. Elə deyək. Daha sonra heç nə eləməyə ehtiyac yoxdur. Buradan gəlirik. Extrude bossa deyirik. Buranı klik eləyirik. Buranı, buranı ve buranı. Bu şekilde. Modelimizin çox hissəsi hazırdır demək olar. Midplane eləyirəm. Çünki simmetrikdir. Daha sonra ölçünün 45 olduğunu görürəm buradan. 45 ve gəlirəm OK. Bu şekilde. Daha sonra gəlib bu kəsimini eləyəcəm indi. Bu 20'lik kəsimini eləyəcəm. Buradan bir sketch açıram. Burada bəzi səhvliyə yol vermişik. Bunu hemen düzəldim. Əslində bu səhv olmağı çox yaxşı oldu. Burada gördüğünüz kimi bunun mərkəzi ilə bunun aşağı hissəsi üst-üstə düşür. Yəni əslində bu düzgün model değil. Hemen göstereyim. Bunun həmin bu nöqtəsi ilə, yəni ən aşağı nöqtəsi ilə bu üst-üstə düşməlidir. İkisini seçirəm, constant deyirəm. Bu şekilde olmalıdır aslında. Burada bazı karışıklıklar olabilir. Problem değil. Düzeldirik hemen. Ümid edirəm fikrim aydın oldu sizə. Yəni bunun aşağı hissəsi ilə mərkəzimiz düz üstə düşməlidir. Gördüğünüz gibi bu nöqtə ilə həmin bunun aşağı hissəsi eyni hizadadır. Sonra gəlirəm OK vururam. Bazı xətalar verə bilər. Gəlib girir içinə. Konturu düzgün seçməyibsə, bunların gəlin hamısını, yəni birinciyə basıb sonra Shift'e basıp axırıncıya bassaz hamısını seçir. Delete eləyin. Gəlin yenidən seçin. Bu şekilde hamısını seçirəm. Midplane OK basıram. Bu şekilde. Topum düz yerdədir. Right düzgündür. Tam ortada. Frontum da düzgündür. Bu şekilde. Gəlirəm. Buradan bir sketch açıram. Eyni bu mərkəzindən 20'lik ama radyosu 20'li. 20 vur 2'li bir çevrə çəkirəm. Bunu çəkirəm. Sonra gedirəm extrude kata. Buradan da gəlirəm up to next aktivdir. OK basıram. Bu şekilde. Daha sonra gəlib filletlərimi koyuram hemen. Dediğim kimi birini seçirəm, ikincini seçirəm. Düzgün seçmədi. İkincini seçirəm və avtomatik olaraq bu seçeneğe gəlir məndə. Buna bassam düzgün olmayacaq. Buna bassam düzgün olmayacaq. Bəzən heç biri uyğun olmur bizə. Çünki bunları istəmirik biz. Heç biri. O zaman davam edeyim. Buna və gəlib buradan da seçə bilərsiniz. Buna basın. Bu şekilde tez bir şekilde de eləyə Bəzən istədiyimiz bu result vermir, sonuç vermir. Onun üçün məcbur bir şekilde eləyə bilərik. OK. Ölçüsü neçədir? 7.5. 7.5 ölçü deyirik. Hemen fillet'i çəkdiyimizə görə də gəlib buradan sketch açıb, bax fərqi yoxdur. Buradan veya buradan sketch aça bilərsiniz. Mən gəldim buradan sketch açdım. Eynidir. Buradan sketch açıb buranı da kəsə bilərsiniz. Yəni eyni hizadadır deyə heç bir problem deyil, yoxdur. Sketch açıram. Gəlirəm, çevrəmi qoyuram buradan. Ama burada dikkat etmeniz gereken bir şey var ki bu tam olarak fillet'la üst üste düşmür. Çünkü fillet'in mesafesiyle bu iki fillet arasındaki mesafe 85'ti. Ama bize bura 86 verir. Bunu hardan tapıram? Aslında aynen 86 verir. 7.5 vurulsun 2'den. Buradan bilirəm ki ölçüm 15 olacaq. 100 çıxılsın 15, deməli mərkəzlər arasındakı məsafə 85'dir. Amma bizə 86 verib, deməli mərkəzdən, o fillet'in mərkəzindən üst-üstə düşmür. Gələm Smart Dimension'dan, hətta bunu silirəm buradan. Elə bir xəttlər çəkib mirror eləyəcəm.
Artıq burada mirror eləmək daha məsləhətlidir. Çünki field'lar tam üst-üstə düşmür. Gəlirəm bununla bunu seçirəm. 86 verirəm. İki tərəfini ölçsün. Daha sonra iki çevrə arasındakı məsafəyə baxıram. 30. Buradan görürəm. Yenə eyni metodika. Gələm Smart Dimension'dan. Bununla bunu seçirəm. 30 verirəm bura. Bir də çevrənin öz ölçüsü var. Çevrənin öz ölçüsünü verirəm. Böyük ihtimal 5 olacaq. Yoxsa 6. Tamam. Çevrənin öz ölçüsü də 6. Daha sonra nə edirəm? Bu ikisini seçib mirror. Bəzən belə bir sıxıntı verə bilir. İkisini seçirəm. Mirror eləyirəm. Daha sonra bu üçünü seçirəm. M basıram. Bu şəkildə bunlardan mirror eləyirəm. Sonra Extrude Cut Q'dan Up to Next. OK. Bu şəkildə. Bu da bitdi mi? Keçirik yuxarıdakı hissəni çəkməyə. Yuxarıdakı hissəyə birinci baxırıq, necə çəkə bilərik? Burada mütləq şəkildə bir plane qoymaq lazımdır və aşağı doğru boss extrude eləmək lazımdır. İndi burada necə eləyəcəyik? Birinci ona baxaq. Deməli, bunun ölçüsünü tapmaq lazımdır. Görək burada harda verib bunun ölçüsünü. 25 özünün ölçüsünü verib. Həmin bu nöqtədən yuxarı doğru 10 verib gördüyünüz kimi. Yəni bunun tam bitişi ilə bunun tam üstü arasında məsafə 10'dur. Ümumi buranın da biz 35 radius olduğunu bilirik. Yəni bu bir növ 35 plus 10'dur. O da demək ki 45. Biz nə edə bilərik? Top plane'imiz hardaydı? Düzgün şəkildə çəkmişik axı. Top plane'imiz buradadır. Top plane'dən gəlib 45 məsafəsində bir plane yerləşdirə bilərik. Düzdürmü? Bu şəkildə OK bassaq, artıq bizim plane'imiz hazırdır. Bu 45'dən aşağı doğru mən extrude boss eləyəcəm. Bunun daha qısa yolunu göstərəcəm indi sizə bu plane'i verməyin. Necə? Top plane'ə gəlirik. Bura diqqətlə baxın. Top plane'ə gəlirik. Daha sonra kontrolu basıb saxlayırıq. Daha sonra kontrol bastıq, saxladıq. Sonra bunun hər hansısa birinin bu şəkildə gəlib bu nöqtəsindən tuturuq, yuxarı doğru çəkirik. Avtomatik olaraq çıxır bu. Hələ də kontrol buraxmamışam. Sonra buraxın bu şəkildə. Sonra ölçü verə bilərsiniz istədiyiniz kimi. 45 verirəm. OK basıram. Bir də göstərirəm. Ctrl Z ilə geri getdim. Gəlirəm, kontrol basıram, buradan tuturam. Dartıram yuxarı. 45 verirəm ölçünü. OK basıram, bitirirəm. Sonra gəlirəm buna. Sketch açıram. Üsttəki plane'ə. Ölçüsü 25 olacaq. Tam mərkəzdən 25'lik. Sketch açıram. Ortasındakini çəkmirəm. Extrude cut eləyəcəyik. Burada up to next deyirəm. Burada up to surface də deyib gəlib buradan bu surface'də seçə bilərsiniz. Bəzən bu problem verə bilir. Bu surface'də seçə bilərsiniz. Gəlib surface seçsə, surface'ə qədər bu şəkildə extrude eləyəcək. Və ya gəlib buradan up to next seçə bilərsiniz. Yenə eyni seçenek. Fərqi yoxdur. Gəlib içərisinə salsınız, bəzi problemlər çıxacaq. Yəni, elə deyəyim. Blind eləyib, gəlib bu şəkildə eləsəniz, yəni çıxmasa buradan, problem deyil. Zaten SolidWorks-un məntiqi ondan ibarətdir ki, bu şəkildə çəksəniz məsələn, ortadan bir görünüm alsanız, görəcəksiniz ki, heç bir problem yoxdur. Yəni düzgün çəkmişsiniz. Amma dediyim kimi ölçü kiçilib böyüldüyü zaman up to next etmədiyiniz üçün o ölçü eyni qalacaq. Və bəzən bu kiçildiyi zaman görəcəksiniz ki, ortada bir boşluq qaldı. Bu 22 ölçüsünə görə. Gəlirəm buradan ən məntiqli olan up to next'i seçib bu şəkildə OK basıram və bitirirəm. Daha sonra gəlirəm. Artıq bu plane'imizə ehtiyac olmadı. Gəlib bunun üzərindən sketch aça bilirəm. Sonra ikinci çevirəm çəkirəm bura. 14.
Extrude cut Q. Daha sonra burada up to next artıq eləməyəcəm. Surface-ə qədər kəsmək lazımdır mənə. Up to next eləsəm hamısını kəsib götürəcək. Up to surface bunu seçirəm. OK basıram. Surface-ə qədər kəsdim. Burada up to next deməməliyəm, çünki altı da gəlib kəsəcək. Burada hər şey tamam. Sadəcə kiçik bir nüans var. Bunu görməniz gərəkir. İçəridə kəsim var. Gördüyünüz kimi. Burada içəridə bir kəsim var. Radiusu da 30'dur. Belə bir kəsim var. Və 31 uzun enində və uzunluğu da buradan 7. Buradan 7 və 31. 7 başlayır, sonra 31 olur. Və ümumi uzunluğu da 30 üzrə bilinəcək. İndi belə eləyirik. Bunu çəkməyin 2 yolu var. Bu şəkildə göstərim. Birinci, yağ gördüyümüz su. Normal, heç bu içində deyilmiş kimi gəlib burada çəkirik. 30 vur 2. Bunu çəkdik mi? Düzdürmü? Sonra gedirik extrude kata. Nə qədər? 7 offset olub. Düzdürmü? Gəlirik offsetə klik edirik və buradan 7 yazırıq. Bunu blind edirik. Düzdürmü? Direction dəyişirik. Bu şəkildə dəyişir. Daha sonra offsetin yerini dəyişirik. Offset bu şəkildə idi. Biz bu şəkildə eləməliyik. Daha sonra nə qədər gedir? 31. 31'i gəlib yerirəm bura. Sonra OK basıram. Və modelim hazır. Gördüyünüz kimi içərisi bu şəkildə kəsiydi. Buradan da gəlib bu şəkildə baxa bilərəm. İçərisindəki həmin o kəsiyi hideline'dan göstərir. Bunun ikinci bir yolu necədir? Yəni, burada baxsanız, əgər modeli düzgün çəkmişsinizsə, bunu gərək suppress eləyək. Frontumuz tam ortadadır. Frontumuza bir sketch açıb, eyni modeli burada çəkib, 30 vur 2. Çox böyük elədik. 32 getdi. 30 vur 2. 60. Daha sonra gedirik extrude kata. Burada mid plane deyirik. Mid plane'dən 31. Bu şəkildə kəsim eləyirik və bitdi. Başqa heç bir şey yoxdur. Bu modeldə bu şəkildə. Anlaşılmayan hər hansısa bir yer olsa, mənə özeldən yazıb suallarınızı soruşa bilərsiniz. Sizdən istəyəcəyim nələr olacaq? İndi onlara gələk. Deməli, məcburi tapşırıqlar 1-i bazar gününə qədər etməyinizi istəyəcəm. Məcburi tapşırıqlar 1-də çox modeli yoxdur. Yəni, belə dəhşət dərəcədə çox deyil. 8 dənə model olmalıdır, səhv etmirəmsə. Eyni ilə. Bunu sizə göndərəcəm. Bunları bir-bir etməniz gərəkir. Burada ən önəmli olan şey plane'lərə fikir vermək. Düzgün olmalıdır. Bax, gəldiyiniz zaman, bunu açdığınız zaman front, məsələn, left, top. Buradan gəlib bunu front deyin. Bura front olacaq. Gəlib buradan da eləyə bilərsiniz əslində. Çox fərqi yoxdur. Amma dediyim kimi, məsələn, buradan eləsəniz daha yaxşı olar. Daha çox görünüş görə bilirik. Buradan left olsa əla olar. Bu şəkildə də top. Yenə front, left, top. Front, left, top. Front, left, top. Yenə. Buradan da bunu front götürə bilərsiniz. Buranı left, buranı top. Front, left, top. Yenə buranı front, left, top. Bu şəkildə gedə bilərsiniz davamlı. Burada dediyim kimi, burada da front götürə bilərsiniz, buranı da götürə bilərsiniz. Problem deyil. İkisi də düzgün olar. Plane'lərə fikir verin, simmetrikliyə fikir verin. Sizə uğurlar, tapşırıqlarla bağlı başqa deyəcəyim heç nə yoxdur.